Şimdi çaydan rasyon eləmə. Mənə çox maraqlıdır da. Bu qadın kimdir ki? Bu qadın bu qədər şey deyir və buna heç bir şey olmur. Yenə də bunu toylara çağırırlar, yenə də ac günlərinə çağırırlar. Sən ki, hamımızın hörmət elədiyi bir insansan. Sən niyə bunu ac gününə çağırırsan? Bilmirsən ki, bunun reportajında mamışdan, papışdan başqa heç bir şey yox. İçib cəmaət özünü buraxıb qabaqlarında ki, görüblər ki, oxuyan fahişənin biri götürüb döşünə pul qoyub, biri götünə Allah bir şapalaq vurur. Hər bir şey deyir. Nədir la bu, nə vəziyyətdir? Bu da Azərbaycanda bəs mentalitet, nə bilim, qeyrət, namus, çaşarsan, eləyərsən, toyda nə bilim, şeyin oğlanları belə oldu deyən kimi cəmaət döyürdü zat. İndi nə oldu bu Azərbaycana? Ucu bizim toylarda müğənninin döşünə pul soxurlar. Bərəkallah, bərəkallah, malades. Ay, rədd eləyin, bunu kim çağırırsa öz toyuna, öz xeyri işinə. Sizin bir qeyrətiniz, bir mənliyiniz, kişiliyiniz, özünüzü tanımağınız var, yoxsa yox? Siz Azərbaycanlısınız, qanınızı bir dənə yoxladın, xahiş edirəm. Hələ orada oynayan, özü kimi aşağılıq insanlar da var. Onlar şenlənən, bu qədər çasıbı, bu qədər əziyyət çəkəni, bu qədər özünü öldürən qazisi, bu qədər haqsızlıq olan bir ölkədə yeyib içib kef edirsiniz. Halal olsun, bərəkallah. Siz hay leveldəsiz, bilmirəm hansı leveldəsiz. Bu Avropa deyil. Avropada belə eləmirlər artıq. Siz Avropanı çəkmişsiniz. Müsəlmanlar. Allahu Ekber. Nə oldu? Çatsan soruşsan deyəsiniz ki, biz əsl müsəlman. Allah bizi qorusun. Allah sizi qorusun. Azərbaycan müsəlmançığı bilsən hardadır artıq? Bir dənə xəstə, bir dənə kasıb görən kimi Allah kömək olsun. Maksimum müsəlmansız. Nə deyim?